Salam əziz şagirdlər, bugün 13 aprel 2025-ci il tarixində keçirilən 9-cu sinif buraxılış imtahanında olan riyaziyyat test tapşırıqlarının izahına baxacağıq. Sual 57. Düzbucaqlının uzunluğu 40%, eni 20% azaldıqda sahəsi neçə faiz azalır? Əvvəlcə düzbucaqlının sahə düsturunu yazırıq. S bərabərdir. A vurulsun B. Yəni uşaqlar A, N, B-də uzunluqdur. İndi əvvəlcə bunlar hər ikisi 100%'dir. Əgər uzunluq 40% azalarsa 100 çıxılsın 40 olacaq 60%. Eni də 20% azalarsa 100 çıxılsın 20 olacaq 80%. A'nın 60%'ini tapaq. Yəni A vurulsun 60 bölünsün 100. 0,6 A olacaq. B də olacaq. B vurulsun 80 bölünsün 100. 0,8 B. Baxın, əvvəlcə sahə S bərabərdir. A vurulsun B idi. İndi sahə olacaq. S bərabərdir. 0,6 A vurulsun 0,8 B. Yəni 0,48 AB. İndi mən aşağıdan qeyd edirəm. Baxın, sahə indi bu oldu. Əvvəlcə sahə AB idi. AB olanda 100% idi. İndi 0,48 AB oldu. Neçə faiz olduğunu bilmirik. Neçə faiz olduğunu tapanda 0,48 AB-ni vururuq 100'ə, bölürük AB-yə. Buradan AB-lər ixtisar gedir. Edəcək 48%. Əvvəlcə 100% idi. İndi oldu 48%. 100'dən 48'i çıxıram. 52% azalar. Cavab A variantı. Sual 58. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Əvvəlcə kubun həcm düsturunu yazıram. V bərabərdir. A üstü 3. A tilin uzunluğudur. Tilin uzunluğu. Əgər tilin uzunluğu olan A-nı 2 dəfə azaldarsa, V həcm tilin uzunluğunun kubu ilə düz mütənasibdir. Yəni həcm 2 dəfə azalsa, tilin uzunluğu 2 dəfə azalsa, həcm tilin uzunluğunun kubu qədər azalar. Yəni 2 üstü 3 edəcək 8. Yəni 8 dəfə azalar. Sual 59. AOB açıq bucaq, yəni bucaq AOB bərabərdir 180 dərəcəyə. CO perpendikulyardır AB-yə. CO AB-yə perpendikulyardırsa uşaqlar, baxın burada biz 90 dərəcəni qeyd edirik. Bura 90 dərəcədir. Yəni bu tərəf də 90 dərəcədir ümumilikdə. DOC 25 dərəcədir. DOC bu hissə 25 dərəcədir. AOD-ni tapın. AOD x-dir. Birinci uşaqlar belə yaza bilərsiniz. Ümumilikdə bura 180 dərəcədir. Yəni x üstəgəl 25, üstəgəl 90 bərabərdir 180 dərəcəyə. X da bərabərdir 180 çıxılsın. Bunların cəmi, yəni 115 dərəcə edəcək 65 dərəcə. Doğru cavab C variantı. İkinci qayda ilə belə yaza bilərsiniz. 90'ın qonşusu, biz dedik burada 90'dır axı. Onda x ilə 25 toplayırsınız, bərabər edirsiniz 90'a. X da bərabərdir 90 çıxılsın 25, 65 dərəcə. 60. 60-cı sualda kəsiri ixtisar etmək üçün əvvəlcə vuruqları ayırmalıyıq. Kəsirin sürətində uşaqlar m-in kvadratı, baxın bu m-ni gətirəcəm. Toplananların yerini dəyişəcəm. Yəni bunların yerini dəyişib yazacağım. Mənfi m-in, mənfi 5'in. 25'i də yazacağım 5'in kvadratı. İndi sürətdə uşaqlar burada birinci və ikinci həddən m-i çıxartdım mötərizə xaricinə. Burada qalır bir dənə m, burada da qalır. Burada mən müsbət 5'i çıxaracağım mötərizə xaricinə. Niyə? Çünki ortaq vuruq yaranmalıdır. Buradan müsbət m, buradan da mənfi n mötərizə daxilinə yazılır. Məxrəcdə isə kvadratlar fərqi düsturuna əsasən 5 çıx m, 5 üstəgəl m. Sürət də
Sürətdə nəyə nəzər yetirib? Baxın, ortaq vuruq. Bunu çıxarıq mötərizə xaricinə. M üstəgəl N, M üstəgəl 5 mötərizə daxilinə qeyd olunur. 5 çıx M, 5 üstəgəl M. Uşaqlar, buradan 5 üstəgəl M ilə M üstəgəl 5 ixtisar gedəcək. Çünki toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu elə buna bərabərdir. Yerdə qalır. Sürətdə M çıx N, məxrəcdə 5 çıxılsın M. Doğru cavab B variantı. 61. Sadə sualdır. 3 vurulsun, x çıxılsın 2 bərabərdir 6-ya. X çıxılsın 2-ni tapanda 6-nı bölürük 3-ə. X çıxılsın 2, 2-yə bərabərdir. X-də tapanda mənfi 2 keçir bura. Müsbət 2 olaraq x edir 4. Doğru cavab C variantı. Sual 62. 62-ci sualda sadə sualdır. Uşaqlar, sistem tənlikdir. Sistem tənliyi alt-alta toplayaraq yerinə yetirəcəyik. Alt-alta toplayanda müsbət y ilə mənfi y islah olur. 2x ilə x-i toplayanda 3x, 0 ilə 6-nı toplayanda 6. X də bərabərdir. 6 bölünsün 3. Doğru cavab 2. B variantı. Sual 63. 63-cü sualda uşaqlar, hansı nöqtə y bərabərdir mənfi 2x üstəgəl 6 funksiyasının qrafik üzərindədir? Yəni uşaqlar, variantlarda yoxlayacağıq. A bəndində x bərabərdir 6. Əvvəlcə bilməliyiz ki, birinci nöqtə x-i bildirir, ikinci nöqtə y-i. Y də bərabərdir 0-a. Qiymətləri funksiyada qoyaq, yerinə yoxlayaq. 0 bərabərdir. Mənfi 2 vurulsun 6 üstəgəl 6. 0 bərabərdir. Mənfi 12 üstəgəl 6. 0 bərabərdir. Mənfi 6. Bu doğru deyil. B variantını yoxlayaq. B variantında x bərabərdir 4-ə, y bərabərdir 9-a. Olacaq. 9 bərabərdir. Mənfi 2 vurulsun 4 üstəgəl 6. 9 bərabərdir. Mənfi 8 üstəgəl 6. 9 bərabərdir. Mənfi 2. Bu da doğru deyil. C variantını yoxlayaq. X bərabərdir. Mənfi 3-ə, y bərabərdir 0-a. 0 bərabərdir. Mənfi 2 vurulsun. Mənfi 3 üstəgəl 6. Olacaq. 0 bərabərdir. Müsbət 6 üstəgəl 6. 0 bərabərdir 12. Bu da ödəmədir. D variantını yoxlayırıq. X bərabərdir D variantında mənfi 5-ə. Y də bərabərdir 16-ya. 16 bərabərdir. Mənfi 2 vurulsun. Mənfi 5 üstəgəl 6. 16 bərabərdir. 10 üstəgəl 6. 16 bərabərdir 16. Bu doğrudur. Ona görə də doğru cavabımız D variantı. 64-cü sual. Əçob 18 ilə 36 üstəgəl əbob 10 və 11. Qısa yoldan yazacağıq uşaqlar. Buradan baxan kimi görünür 38-dir, amma yenə də yazaq. 18-i mötərizə xaricinə çıxaracam. Əçob 1, 2 üstəgəl əbob 10, 11. 1 ilə 2 qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədədlərin əçobu onların hasilinə bərabərdir. 1 vurulsun 2. Əbob 10 ilə 11, yenə 10 ilə 11 qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Olacaq 36 üstəgəl 1, 37. 65-ci sual. 65-ci sual. X bölünsün 5 bərabərdir 21 bölünsün 15. Tənasibindən x tapmamızı istəyir. Çarpaz vuraraq həll edəcəyik uşaqlar bu şəkildə. X vurulsun 15 bərabərdir 5 vurulsun 21. X tapanda 5 vurulsun 21-i bölürük 15-ə. İxtisar edəcəm 5-ə. Bunlar da 3-ə. X olacaq 7. Doğru cavab C variantı. 66-cı sual. İlk 10 natural ədəddən təsadüf seçilmiş birinin sadə ədəd olması ehtimalı. Ehtimal düsturunu yazırıq. P ehtimal bərabərdir. Əlverişli hallar bölünsün mümkün hallar. Əgər ilk 10 natural ədəd deyirsə uşaqlar, 10 dənə natural ədəd, bu olur mümkün hallar. Bunlardan sadə olanlara baxaq. Sadə olanlar hansılardır?
Bir nə sadə ədəd, nə mürəkkəbdir. 2 sadə ədəddir. 3 sadə ədəddir, çünki 1-ə və özünə bölünür. 4 sadə deyil, çünki 2-yə bölünür. 5 sadədir. 6 2-yə və 3-ə bölünür. Sadə deyil. 7 sadədir. 8 2-yə, 4-ə bölünür. Sadə deyil. 9 3-ə bölünür. Sadə deyil. 10 da 2-yə, 5-ə görə də sadə deyil. 1, 2, 3, 4 dənə. Buraya yazıram 4 və aldığımız cavabı ixtisar edirik. 5, 2. Doğru cavab 5'də 2, Y variantı. Sual 67. Mərkəzi O nöqtəsində olan çevrədə bucaq A, B, O 22 dərəcə, A, B, O. Yəni buranı nəzərdə tutur. 22 dərəcə, A, C, O 28 dərəcə, A, C, O. Buranı nəzərdə tutur. B, A, C bucağını tapın. B, A, C. Bu bucağı bizdən istəyir. Əvvəlcə uşaqlar bilməlisiniz ki, əgər bura mərkəzdirsə, bu mərkəzi bucaqdır. Əgər biz bu qövsün uzunluğunu, baxın buradakı bu qövsün uzunluğunu alfa desək, mərkəzi bucaq alfa olacaq, amma daxili bucaq alfanın yarısı olacaq. Daxili bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Burada həm mərkəzi bucaq, həm də daxili bucaq eyni qövsə söykənibdir. Baxın bu qövsə. İndi biz bu fiquru əzbər bilməliyik ki, 22 üstəgəl 28 üstəgəl alfa bölünsün 2 fiqurun daxilindəki bucaqlar bərabərdir. Baxın buradakı bucağı, yəni alfaya. 22 ilə 28 toplayıram. 50 üstəgəl alfa bölü 2 bərabərdir alfaya. Buradan 50'ni tapanda bunu keçiririk bura. Alfa çıxılsın. Alfa bölü 2. Ortaq məxrəci 2'yə gətirsəm 2 alfadan alfa çıxıram. Alfa. Çarpaz vururam. Deməli alfanı vururam 1'ə alfa. 50'ni də vururam 2'yə. 100. BAC bucağını istəyir. BAC. Yəni uşaqlar buranı istəyir. Alfa bölünsün 2'ni. Alfanı tapmışıq. 100 dərəcə. Burada əslində tapmışıq. Baxın alfa bölünsün 2 50'yə bərabərdir. Yine de koyup yazaq. 100 bölünsün 2 50. Doğru cevap A variantı. Sual 68. Tərəfi 12 olan kvadrat A bərabərdir 12. Kvadratın perimetrini tapın. Kvadratın perimetri 4A'ya bərabərdir. Yəni tərəfin 4 misli. 4 vurulsun 12. Doğru cevap 48 D variantı. Sual 69. 69 hesablama uşaqlar. 56 vurulsun -15. 14 vurulsun mötərizədə 20 çıxılsın 5 vurulsun 10. Əvvəlcə mötərizənin içini yerinə yetiririk. Mötərizənin içində birinci vurma yerinə yetirilir. 56 vurulsun -15. Məxrəcdə 14 vurulsun 20 çıxılsın 50 yazıram. 56 vurulsun -15. 14 vurulsun -30. -30 ilə -15, -15'e ixtisar edəndə burada 2, burada 1 qalır. Yəni mənfini mənfiyə böləndə mənfi gedir. Bunlar da 14'e ixtisar etsək, burada 1, burada isə 4 qalır. 4 ilə də 2'ni ixtisar edirəm. Doğru cavab 2, Y variantı. Sual 70. 70. sualda C vurulsun x üstəgəl y, D vurulsun x üstəgəl y. X üstəgəl y ilə ortaq vuruq olaraq kənara keçir. C ilə mənfi D-də mötərizə daxilinə keçir. X üstəgəl y, C çıxılsın D. Doğru cavab A variantı. Sual 71. Əvvəlcə uşaqlar A ilə B-nin kəsişməsini tapaq. Kəsişmə eyni olan elementlərdir. Həm A-da, həm B-də olan elementlər. Qeyd edirəm 1, 2 və 5. Bunlar eyni olan elementlər. İndi biz buradan C-də olan elementləri çıxartmalıyıq. Çünki bizdən A ilə B-nin kəsişməsi ilə C-nin fərqini istəyir. Onda baxırıq eyni olanlar 1 ilə 1 getdi. A B-nin kəsişməsində nə qalırsa onu qeyd etməlisiniz. Yəni 2 ilə 5 qalır.
Doğru cavab B variantı. Sual 72. AB üstəgəl BA bərabərdir 88 vurulsun A çıxılsın B şərtini ödəyən AB ədədini tapın. Əvvəlcə uşaqlar, AB-nin açılışını bilməlisiniz ki, əgər üstündə xətt varsa, bu iki rəqəmli ədəddir. A onluq mərtəbəsindədir, 10A yazılır. B təklik mərtəbəsindədir, B yazılır. Onda yazıram 10A üstəgəl B. Yenə B onluq mərtəbəsindədir, 10B. A təklik mərtəbəsindədir, A yazılır. 88 vurulsun A çıxılsın B. Oxşar hədlər 10A və A toplanır. 11A oxşar hədlər B ilə 10B toplanır, qeyd olunur. 11B bərabərdir 88 vurulsun A çıxılsın B. Gəlin buradan 11-ə əvvəlcə çıxaraq mötərizə xaricinə. Hər tərəfi bölək 11-ə ki, hədlər kiçilsin. 11-ə hər tərəf böləndə burada 1, burada 8 qalır. Onda qeyd edirəm A üstəgəl B bərabərdir 8 vurulsun A çıxılsın B-yə. Mötərizəni vurub açıram. 8A çıxılsın 8B. A'lar bir tərəfə keçir, B'lər bir tərəfə keçir. Müsbət 8A bura gəlir olur mənfi 8A. Müsbət B bura keçir olur mənfi B. Çıxılsın mənfi 8B. Mənfi 7A bərabərdir mənfi 9B-yə. Hər tərəfdən mənfiləri atıram. 7A bərabərdir 9B-yə. Buradan A bərabərdir 9K-ya. B də bərabərdir 7K-ya. Buradan uşaqlar ancaq K bərabərdir 1 ödəyir. Çünki A da B də hər biri bir rəqəm daşıyır. Əgər AB 2 rəqəmli ədəddirsə, A da bir rəqəmli ədəddir, B də bir rəqəmli ədəddir. Onda A bərabərdir 9 vurulsun 1, 9. B də bərabərdir 7 vurulsun 1, bərabərdir 7. AB ədədi olacaq 9, 7, yəni 97. Doğru cavab 97. Sual 73. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə B8-8 nöqtəsində olan kvadratın sahəsini tapın. Koordinat başlanğıcı, uşaqlar buradan qeyd edirəm, koordinat başlanğıcı deyəndə, yəni 0, 0 nöqtəsi nəzərdə tutulur. Yəni bura. Biri buradır, biri də 8, mənfi 8. Buradan qeyd edirəm B8, mənfi 8, yəni x-dan müsbət 8 alır. Y-dən mənfi 8 alır. Bu fiqur kvadratdırsa, uşaqlar, baxın, buradan bura qədər olan məsafə 8-dirsə, buradan bura qədər olan məsafə də 8 olacaq. Buradan B nöqtəsini qeyd edirəm. Baxın, bura B nöqtəsidir. 8, mənfi 8, B nöqtəsi. Həmçinin, buradan bura olan məsafə 8-dirsə, buradan burada olan məsafə 8-dir. Yəni, uzunluq 8, 8. A bərabərdir 8-ə. Kvadratın sahəsi A kvadratına bərabərdir. 8-in kvadratı doğru cavab 64. Sual 72. Sual 74. 2 vurulsun. Uşaqlar, bunu birbaşa məxrəc və sürətini 2-yə vururam. Yəni ortaq məxrəcə gətirirəm. Birbaşa sürətdə yazacağım. Məxrəcdə 2, sürətdə 2,85-in kvadratı üstəgəl 7,15-in kvadratı. Üstəgəl 2 vurulsun 2,85 vurulsun 7,15. Mötərizə bağlanır. Uşaqlar, bu bizə A üstəgəl B-nin mötərizə kvadratı müxtəsər vurma düsturunu verir. A kvadratı 2AB və B-nin kvadratı. Onda, baxın, bu 2 ilə bu 2 ixtisar gedir. Sürətdəki bu ümumi ifadənin yerinə biz A üstəgəl B-nin mötərizə kvadratını yazacaq. Yəni A 2,85-dir. B də 7,15-dir. Bunları toplasaq, edəcək onun kvadratı 100. Doğru cavab 100 oldu. 75. X, Y, Z natural ədədləri üçün X vurulsun Y 6-dır. Y vurulsun Z 18-dir. X, Y və Z-in ən kiçik qiymətini istəyir. 6-6 bölsək, uşaqlar, yəni X, Y bölünür Y, Z-ə, 6 da bölünür 18-ə. Buradan Y-lər ixtisar gedir. X bölünsün Z bərabərdir. Bunlar 6-ya ixtisar getsə, 3-dən 1-ə. Buradan X bərabərdir 1-ə, Z də bərabərdir 3-ə. Onda, məsələn, birinci tənlikdə qoysaq yerinə,
X'in yerinə 1 qoyuram. 1 vurulsun y bərabərdir 6. Y də bərabər olur 6-ya. X 1-dir, y z 3-dür, y də 6-dır. Ən kiçik qiymətinin cəmini istəyir bizdən. 1 üstəgəl 3 üstəgəl 6 bərabərdir 10. Doğru cavab 10. Sual 76. Bərabər tərəfli LMN üçbucağının sahəsi S, L, MN. Bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Onda bunu 16-ya vururuq ki, bərabər olsunlar bir-birinə. P, ABC bərabərdir 9. Bərabər tərəfli üçbucağın perimetri 3A-ya bərabərdir. Kənardan qeyd edirəm. P bərabərdir 3A. Onda 3A 9-a bərabərdirsə, A bərabər olacaq 3-ə. ABC üçbucağının tərəfi 3-dürsə, gəlin sahəsini tapaq. Bərabər tərəfli üçbucağın sahə düsturu. A kvadratı kök 3 böl 4. S, ABC-ni tapırıq. 3-ün kvadratı kök 3 bölünsün 4. Edəcək. 9 kök 3 bölünsün 4. İndi burada bizə deyir axı S, L, M, N bərabərdir 16 vurulsun S, ABC. Yəni qiyməti qoyuruq yerinə. 9 kök 3 bölünsün 4. Bunlar ixtisarca edir. Olur. 36 kök 3. İndi LM'in üçbucağının tərəfini istəyir. Üçbucağın sahə düsturu A kvadratı kök 3 böl 4'ü 36 kök 3'e bərabər eləyək. A kvadratı kök 3 böl 4 bərabərdir 36 kök 3'e. Bərabərliyin hər tərəfindən kök 3'lər ixtisarca edir. A'nın kvadratı bərabərdir 4 vurulsun 36. Hər tərəfdən kök alırıq. A bərabərdir 2 vurulsun 6 12'ye. Tərəfi 12 oldu. Sual 77. 77-ci sualda uşaqlar x-lə y-in qiymətini veribdir. Hasil və cəmini istəyir. Hasilinə qeyd edirəm. X-in qiymətini qoyuram yerinə 5 çıxılsın 2 kök 6. 5 üstəgəl 2 kök 6. Məxrəcdə isə 5 çıxılsın 2 kök 6 üstəgəl 5 üstəgəl 2 kök 6. Məxrəcdə müsbət və mənfi 2 kök 6'lar islah olur. Sürət bizə uşaqlar A çıxılsın B, A üstəgəl B kvadratlar fərqini verir. A'nın kvadratı çıxılsın B'nin kvadratı. 5'in kvadratı çıxılsın 2 kök 6'nın kvadratı. Məxrəcdə də 10. 25 çıxılsın 2 kök 6'nın kvadrata yüksəldəndə 2'nin kvadratı 4, kök 6'nın da 6'nın kvadratı isə 6 eləyir. Bu şəkildə yazıram. Sürətdə 25 çıxılsın 24 edəcək 1 bölünsün 10 0,1. Sual 78. 2 yeşikdə 50 kiloqram qənd var. Birinci yeşiyi x qeyd edirəm. İkinci yeşiyi y qeyd edirəm. Onda x üstəgəl y bərabərdir 50 yazıram. Bu bizim birinci tənliyimiz. Hər gün birinci yeşikdən 3 kiloqram. Yəni x idi. Hər gün 3 kiloqram götürülür. Y-dən, yəni ikinci yeşikdən hər gün 2 kiloqram götürülür. 6 gündən sonra yeşiklər bərabər miqdarda olur. 6 gün götürülürsə uşaqlar 6 vurulsun 3, 2 vurulsun 6. Yəni 6 gündə hər gün 3 kiloqram götürülürsə 3 vur 6 18 kiloqram götürülür birinci yeşikdən. İkinci yeşikdən isə 6 gündə hər gün 2 kiloqram götürülürsə 2 vur 6 yəni 12 kiloqram götürülür. Bu zaman deyir bərabər olub. Bu bizim ikinci tənliyimiz oldu. Bu ikinci tənlik uşaqlar. Qeyd edirəm buradan. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi. Yəni bizdən x-i tapmağımızı istəyir. Baxın bu x-i birinci yeşikdə nə qədər olduğunu. Məsələn tənlik və ya tənliklər sistemi qurmaqla həll edin. Aha. Baxın. Bu oldu tənliklər sistemi. X üstəgəl y-imiz 50'dir. X. Y keçirirəm bura. Mənfi y bərabərdir. Bu mənfi 18'də keçirəcəm bura müsbət 18 olaraq çıxılsın 12. Olacaq. X üstəgəl y 50. X çıxılsın y 6. Alt alta toplayıram. Y-lər islah olur. 2x bərabərdir 56'ya. X da bərabərdir 28'ə. Doğru cavab 28. Çünki bizdən birinci yeşik istəyirdi. Birinci yeşikdə əvvəlcə x idi.
Biz də x-i tapdıq. Sual 79. Sual 79. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Maya dəyəri 12'dir. Satış 15 qəpidir. Onda uşaqlar 15 çıxılsın 12 məlumdur ki, burada 3 qəpik gəlir var. Bizə deyir ki, satış zamanı 5 şar partlamışdır. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır? Əgər uşaqlar satılan şarların sayını bilmiriksə, 3 vurulsun x satılan şarlardan olan gəlirdi. Amma burada 5 şar partlayıb. 15 qəpiyə satır axı. 3x-dan 75'i çıxıram. Yəni belə yazaq da 5 vurulsun 15 çıxıram. 6 manatdan çoxdur. Çoxdur 6 manatdan. Buradan da qeyd edirəm ki 6 manat bərabərdir 6 vurulsun 100 600 qəpik. 600 qəpik. Nəyə görə? Çünki bu pullar qəpiklədir. 12 qəpik, 15 qəpik. Biz məcburuq ki, manatı da qəpiklə yazaq. Buraya yazıram 600. Olur 3x çıxılsın 75 böyükdür 600-dən. 3x böyükdür 675-dən. X-i tapanda 675'i böləcəyik 3'ə. X edəcək 2 5 225'dən çox ən azı 226 şar satmışdır. 226 şar. Sual 80. Düzbucaqlı üçbucağın düzbucaqlı üçbucaq çəkirik. Katetlərindən biri digərindən 2 cm böyükdür. Əgər biri x-dırsa, digəri bundan 2 cm böyük, x üstəgəl 2 olmalıdır. Hipotenuzundan isə 2 cm kiçikdir. Baxın, diqqətlə oxumalısınız. Katetlərdən biri digərindən 2 cm böyükdür. Yəni söhbət bu katetdən gedir ki, bu bundan 2 cm böyükdür. Amma bu eyni zamanda hipotenuzdan 2 cm kiçikdir. Deməli hipotenuz x üstəgəl 4 imiş ki, tutaq ki hipotenuzu bilmirsiniz. Baxın, hipotenuz S-dir. Bundan 2 cm kiçik həmin bu x üstəgəl 2'dir. Onda siz bu S-ni tapanda, yəni hipotenuzu tapanda bu mənfi 2'ni keçirtməlisiniz bura. Onda olacaq x üstəgəl 4. Belə yəni özünüz də tapa bilərsiniz ki, 4'dən 2 cm kiçik 2 eləyər də şifayı da tapmaq olur. Bu üçbucağın hipotenuzunu istəyir. İndi biz bura Pifagor teoremi tətbiq edəcəyik uşaqlar. A, B kateti və C hipotenuzunda Pifagor teoremi A-nın kvadratı üstəgəl B-nin kvadratı bərabərdir C-nin kvadratına. Onda yazırıq x-in kvadratı üstəgəl x üstəgəl 2'nin kvadratı və x üstəgəl 4'ün kvadratı. Müxtəsər vurma düsturu ilə açıram. Sadələşdiririk. 2x-in kvadratı. Bu keçir bura. Çıxılsın x-in kvadratı. Bu da keçir bura. Mənfi 8x. Bu da keçir bura. Mənfi 16. Bərabərdir 0'a. X-in kvadratı çıxılsın 4x. Çıxılsın 12 bərabərdir 0. Diskriminantla tənliyi həll edək. Əvvəlcə A, B, C-ni təyin edirik. Olacaq. D bərabərdir. Mənfi 4'ün kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun mənfi 12. 16 üstəgəl 48 64. X1'i tapanda B-ni əks işarə ilə götürürəm. Olacaq. 4 üstəgəl 8 bölünsün 2. Doğru cavab 6. Bu üçbucağın hipotenuzunu istəyir uşaqlar. X2'ni tapmağa gərək yoxdur. Çünki x2 mənfi olacaq. Həndəsədə biz müsbət köklərə baxırıq. Uzunluq yalnız müsbət ola bilər. 6'nı qoyuram bura. Yəni hipotenuz C bərabər idi. X üstəgəl 4'ə. 6 üstəgəl 4. Hipotenuz olacaq 10. Doğru cavab 10. Sual 81.
Şəkildə verilən fiqurda BC parçası O nöqtəsində olan yarım çevrənin diametridir. Onda bura 2R-dir. Qövsün uzunluq düsturunu yazırıq. 2πr. Amma bu yarım qövs olduğu üçün 2πr-i böləcəyik 2-yə, bərabər edəcəyik 4π-yə. 2-lər ixtisar edir, bərabərliyin hər tərəfindən pi-lər ixtisar edir. R-i tapırıq 4. 4 qeyd edirəm. İndi uşaqlar, baxırıq bu üçbucağa. Üçbucaq da bərabər yanlı üçbucaqdır. Oturacaq bərabər bölünübdür 4-4. Onda AO mediandır. Amma bərabər yanlı üçbucaq olduğu üçün median həm hündürlük, həm də tənböləndir. Onda mən bura 90 dərəcə qoyuram. İndi əvvəlcə yarım dairənin sahəsini tapanda S bərabərdir. Pi-r kvadratı düsturunu bölürəm 2-yə. Çünki yarım dairədir. Pi vurulsun 4-ün kvadratı bölünsün 2. 16 pi bölünsün 2 edəcək 8 pi. Üçbucağın sahəsini tapıram. 2-də 1 AH düsturu ilə. Oturacağın uzunluğu 8-dir. Baxın 4, 4, 8-dir. Hündürlüyü isə 6-dır. 2 ilə 8 ixtisar edir. 4 vurulsun 6, 24. Onda ümumi fiqurun sahəsi 8 pi üstəgəl 24. Doğru cavab 8 pi üstəgəl 24. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti video dərslərimizdə görüşənədək.